Dünyanın vicdan əhlinə salam olsun. Bildiyimiz kimi Azərbaycan vassal rejimi 100 gündən artıqdır ki, Seydə Şəhla və daha 5 qeyrətli xanımı zahirdə ehsan verməkdə ittiham edərək, həbs etməklə əslində ölkəni de facto işğal etmiş zuhud əsarətinə məhkum etmişdir. Həbsin əsas səbəbini araşdırmaq istəsək, xalqımızın bəşərə təqdim edə bildiyi bu vicdanlı və qeyrətli əsl Azərbaycan xanımının simasını ifadə edən 6 xanımın həyat tərzini, xüsusən son 2 illik fəallığına diqqət yetirmək lazımdır. 2 ildən artıqdır qondarma İsrail zuhud rejiminin 77 ildən çox işğala məruz qoyduğu Fələstin Qəzza bölgəsində törətdiyi soyqırım, xüsusən uşaq qətliamı dünyanın vicdanlı xalqlarının narazılığına səbəb olmuş və əksər ölkələrdə zuhudlara qarşı nifrət hissini bildirən nümayişlər baş vermişdir. Azərbaycan xalqının bu məsələdə passiv mövqeyi xalqın iradəsini deyil, ölkənin ailə rejimi tərəfindən qondarma İsrailin maraqlarına uyğun polis, jandarma zorakı üsulu ilə idarə olunmasının təzahürüdür. Bütün bu təzyiqlərə baxmayaraq Azərbaycan xalqının səsini öz simalarında dünyanın vicdanlı xalqlarının səsinə qata bilən bu qeyrətli 6 xanım Azərbaycanı de facto işğal etmiş zuhud rejimini ölkəmizdə xar və zəlil etmişdir. 10 milyon xalqın milli, dini, tarixi kimliyinə Kukla Əliyev rejiminin siması ilə düşmən kəsilən işğalçı murdar zuhudlar bu xanımların simasında Azərbaycan xalqı önündə məğlub olduqları üçün xanımları intiqam məqsədi ilə əsir etmişlər. Amma xar olduqlarını gizlətmək üçün təbii ki, həmişəki kimi şər və böhtana əl atmaqdadırlar. Təəssüflər olsun ki, Azərbaycan xalqı əslində bu xanımların deyil, bütöv varlığımızın əsarətə alındığını bir türlü anlamaq qabiliyyətini itirmiş, gələcəyə, qələbəyə namid olmuş Əliyev rejiminin böyük dövlətlərə arxalandığını görərək özünü zəif görməkdədir. Amma unutmayaq ki, məğlub edilməz təş Allahdır və Allaha sığınanlar qalib olacaqlar. Əgər bu 6 bəsirətli, qeyrətli, mübariz xanımlar qədər acaz olsaydıq, bilərdik ki, Azərbaycan fədəh bağından ayrı deyildir. Dünyada haqq və batil cəbhələr çarpışır və Əliyev rejimi özünü iblis cəbhəsinin ağışına vermişdir. Xalqımız əsla şeytan cəbhəsində yer almamalıdır. Daha az bitki ilə əsl azadlığa qovuşanlardan olmaq istəyirsə, ölkəmizin saadəti üçün işğal rejiminin qəzəbinə tuş gəlmiş xanımların azadlığı üçün hamılıqla mübarizə meydanına qədəm atmalıyıq. Allah xalqımıza yar olsun.